Salam. Sizinlə sinifin effektiv idarə edilməsi mövzusunda 9-cu testin izahını paylaşmaq istəyirəm. Burada bizdən cədvələ əsasən uyğunluğu müəyyən etməyimizi istəyir. Deməli, biz doğru sütununda doğrunu, yanlışda isə yanlış variantı tapacağıq. Gəlin birlikdə oxuyaq. Dərs zamanı yanlış davranışa qeyri-verbal reaksiya vermək daha məqsədə uyğundur. Bəli, bu fikir doğrudur. Çünki verbal reaksiya sözlü reaksiyadır. Qeyri-verbal isə jest, mimika, göz kontaktı ilə reaksiya verməkdir. Dərs zamanı da vaxt etkisi olmaması üçün qeyri-verbal göz kontaktı qurmaqla reaksiya vermək daha məqsədə uyğundur. Buna görə də birinci fikir doğrudur. 2-də sinifdə yaranan ən kiçik problemin həlli üçün belə sinif iclasları çağırılmalıdır yazılıb. Biz hər kiçik problem üçün sinif iclası çağıra bilmərik. Yəni bu məqsədə uyğun deyil. İkinci fikir yanlış olduğu üçün götürmürük. İndi yanlış sütununa baxaq. Prosedurlara əməl edildikdə şagird üçün müsbət, edilmədikdə mənfi nəticələri olur. Bildiyimiz kimi, müsbət və mənfi nəticələr prosedurlara aid deyil, bu qaydalara aiddir. Qaydalara əməl etdikdə müsbət nəticələr şagirdləri gözləyir, yəni onları mükafatlandıra bilərik. Əməl etmədikdə isə mənfi nəticələri olur, yəni cəzalandırma üsullarından istifadə oluna bilər. Yanlış sütununda bizə yanlış fikir lazım olduğu üçün elə 3-ün özünü götürəcəyik. 4-cü varianta baxaq. Yazılı şəkildə ortaq dəyərlərin yaradılması konfliktlərin daha effektiv həllinə kömək edir. Bəli, bu doğru fikirdir. Çünki ortaq dəyərlər yazılı şəkildə verilməlidir. Bəzən testlərdə çaşdırmaq üçün şifahi şəkildə ortaq dəyərlər yaradılmalıdır fikri verilə bilər. Lakin bunu götürmürük. Ortaq dəyərlər yalnız yazılı şəkildə verilməlidir ki, konfliktlər daha effektiv həll olunsun. Bizə burada yanlış sütununda yanlış cavab lazım olduğu üçün 4-ü götürmürük. Cavabımız olacaq doğruda 1, yanlışda 3, A variantı 1 və 3.